İran-İsrail münaqişəsinin hazırki durumu və bu münaqişəyə gətirib çıxaran yol, o cümlədən bir sıra statistik məlumatları diqqətinizə çatdıracağım. Bəyənməyi, paylaşmağı, abunə olmağı lütfən unutmayın. Onun üçün 2025-ci ildə bildiyimiz kimi İsrail Hərbi Hava Qüvvələri və Təhlükəsizlik orqanları İran daxilində bir sıra hərbi nüvə obyektlərinə, o cümlədən yüksək rütbəli hərbiçilərə və tanınmış siyasətçilərə qarşı hərbi əməliyyatlar keçirdilər. Və bu əməliyyatın adı, kod adı Yüksələn Şir əməliyyatı idi. Hazırki statistikaya görə İsrailin canlı qüvvə itkisi 25 nəfərdir və 430 plus İran tərəfindən itki verilib. 2500-ə qədər İsrailli yaralanıb və